Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz. Bugün mart ayının 16-da həftəniz xeyirli, ruzlu, bərəkətli olsun. Təbii ki, biz beynəlxalq maliyyə birjasından qızıldan və neftdən ilk öncə danışırıq, eləcə də gümüşdən. Yəni bütün kütlənin diqqəti qızıl və neftdədir. Təbii ki, neft qalxır, qızıl düşür. Yəni bu normal hadisədir. Yəni bunu təbii ki, bunu iqtisadçılar bilirlər. Yəni ətrafda baş verən müharibələrlə bağlı investorlar əlində olan qızılları satırlar. Yəni bu qızıl sadəcə olaraq asılı enişi biraz təhlükəlidir, uzun müddətli ola bilər, amma anidən enişlər qalxışlara səbəb ola bilər. Yəni bu da hal-hazırda, yəni yavaş-yavaş aşağı doğru istiqamətlə davam etdirir və qurtuluş nöqtəsi var, onu söyləyəcəm sizə. Gəlin bugün axşam saatlarında biz nələri paylaşdıq? Yəni bütün kütlə üçün Facebookda, Instagramda, YouTube'da paylaşdıq ki, qızıl bazar açılandan sonra 20 dollar, 18-20 dollar aşağıda qeydindən açılacaq, boşluqdan açılacaq. Təbii ki, bazar açılandan sonra 20 dolların boşluqdan açıldı, aşağıda açıldı, qeydindən aşağıda açıldı və bu qeydi qısa zaman ərzində doldurdu. Və biz səhər saatlarında Telegram siqnal kanalında qızılın alışı haqqında siqnalları paylaşdıq. Yəni 2 take profitdən nəticələndi, müsbət, yəni həftənin ilkin əməliyyatlarına siqnallara, yəni uğurlar nəticələndi. Yəni birinci 5014'ten gelen buy 5020'de take profit'den bağlandı. Yani burada az koreksiya verdiğinden sonra ikinci take profit ise 5025'lerdeydi. Bu da çok kısa zaman ərzində bunu uğurla bağladı. Və iki əməliyyatımız nəticələndi və 5025'ten sonra koreksiyalara məruz qalır. Yəni növbəti qısa müddətlilər isə 5019'dan 5024'lərə qədər gələcək. Amma əsas alışlar 5028'den 30 dollara bir qalxışdan yaddaşlarda qalacaq. Təbii ki, 30 dolların qalxışdan 5059, 58-59 desək belə 5049'lara, 48'lərə diqqət etmək lazımdır. O da koreksiya nöqtəsidir. Satışlar təbii ki 4990'lardan olar. Nəzər çatdırım ki, qızılın asılı enişi, yəni birinci dönüş nöqtəsindən dəstək xəttindən qayıtdı. Bu 4966'larda bugün səhər saatlarında bu baş verdi. Amma yenidən, yəni belə də aşağıdakı 3 dönüş nöqtəsi vardı. Çox güclü bir dəstək xətti. Birinci, yəni səhər saatlarında onu yoxladı. 4966'lar. İkinci, deyək ki 4916'lar. Üçüncü isə 4800'lərdir. Əgər 4800'lərdən qayıtmasa, yəni bu temdən getsə aşağı 4800'ə qayıtmasa, yəni aşağıda formalaşsa sürətli enişlər baş verəcək. Amma qurtuluş nöqtəsi 5076'lardır. Bu həftə ərzində 5076'ların üstündə əgər formalaşarsa, təbii ki, yenidən dirçələcək və qızıl yuxarı doğru istiqamətə davam edəcək. Keçək biz neftdən. Neftdən nələrə baş verir? Yəni dünyada baş verən müharibələrlə bağlı Hörmüz boğazı ancaq yəni gündəmdə olan odur və yəni belə baxanda hələ ki stabil olaraq nefti həmin qiymətdə saxlayırlar. Amma dediyimiz kimi keçən həftə də söylədim, müharibə biraz da uzun davam etsə, yəni 200, 150, 180-200 dollara qədər yüksəlməsi gözlənilir. Bugün alışlar 105'lərdən take profit 108, 111, 115'lərə qədər, sell əməliyyatları isə 170'lərdən 102, 100'lərə qədər. Bitcoin'e gəldidə isə Bitcoin'e qaçılmaz hədəflər var. Yuxarıda 79.150'lər və 91.000'lər. Ethereum'da isə yuxarıdakı hədəflər 2385, 2575'lərdir. Gümüşə gəldidə isə gümüş də səhər saatlarında qeyplə aşağıda açıldı və qısa zaman ərzində bu qeypi doldurdu və alışlar 80.800'lər, satışlar isə 79.300'lər. Beləzdir. Özünüzə yaxşı baxın. İnşallah görüşmək ümidi ilə Telegram siqnal kanalına abunə olun və ən tez siqnalları orada ala bilərsiniz. Sağ olun. İnşallah görüşmək ümidi ilə.